31 yaşda skalyoz düzəlir. İzləyicimizdən belə bir sual gəlib. 31 yaşda skalyozun müalicəsi mümkündür, amma skalyozun yaratdığı əzələ qısalıqlar üçün olan müalicə, skalyozun yaratdığı ağrılar, biomexaniki pozğunluqlar üzərindəki müalicələr mümkündür. Var olan əyrilik artıq onurğamız formalaşdığına görə dəyişməyimiz çətin olur. Çox vaxtda 31 yaşda var olan əyriliklər artıq özünü formalaşdırıb, stabil saxladığı üçün onun yaratdığı fəsadlar, yəni əzələ gərginliklər üzərində daha çox biz müalicə apara bilərik. Və degenerativ skalyozlar var ki, bunlar yaş artdıqca irəliyə doğru gedə bilərlər. Biz fizioterapevtik və idman hərəkətləri ilə, reabilitasiya ilə bunların artmamağının qarşısını ala bilərik. Ona görə də Kənan bəy, sizin 31 yaşınızdakı var olan əyriliğinizi dəyişməmiz mümkün olmasa da, yaratdığı fəsadlar, əzələ gərginlikləri, yanaşı deformasiyalar üzərində işləyərək bunların artmamağının qarşısını ala bilərik. Özünüzə yaxşı baxın, sağlam qalın.